Hər birinizi xoş gördük dəyərli müəllimlər. Mən Zülfikar Maylov. Kurikulumdan ödənişsiz dərslərimizə davam edirik. Bu dərsimizin mövzusu pedaqoji tələblərdir. Qəbula bir sual pedaqoji tələblərdən düşür. Ona görə bu mövzunu diqqətli şəkildə izləyin və öyrənin ki, qəbulda 1 balınız məhz bu mövzudan olsun. Dərsin izahını keçid etməzdən öncə qısa bir xatırlatma edim. Hər ay yeni qruplarda, kurikulumdan və digər ixtisaslardan ödənişli qruplarda hazırlıqlarımız başlayır. Həmin qruplara qoşulmaq üçün burada qeyd edəcəyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Nömrə belədir: 070 611 33 03. WhatsApp nömrəsinə yazaraq həm dərslərin keçirilməsi qaydası haqqında ətraflı məlumat ala bilərsiniz, həm də dərslərə qoşula bilərsiniz. Çox danışdıq, keçid edək mövzumuza. Pedaqoji tələb nədir, nə üçün lazımdır? Birinci bundan başlayaq. Müəllimlə şagird arasında, yəni öyrədənlə öyrənən arasında bir öyrənmə prosesi keçir. Həmin öyrənmə prosesinə biz pedaqoji proses deyirik. Nə olur? Deyirik, müəllimlə şagird arasında, bunlar ikisi də subyektdir. Yəni ikisi də idarə edici şəxslərdir. Subyekt arasında, müəllimlə şagird arasında bir öyrənmə prosesi baş verir ki, həmin prosesə biz pedaqoji proses deyirik. Həmin öyrənmə prosesi müəyyən prinsiplərlə nizamlanır. Yəni, müəllimlə şagird arasında olan öyrənmə prosesinin bir normativi, bir norması, bir standartı var. Həmin qədər, həmin norma nə ilə nizamlanır? Pedaqoji tələblərlə. Cümləni yenidə başdan alaq. Şagirdlə və müəllimlə şagird arasında baş verən öyrənmə prosesini nizamlayan prinsiplər pedaqoji prinsiplər adlanır. Ümumilikdə 9 dənə pedaqoji prinsip var və bu prinsipin hər birindən və ya bir neçəsinin sintezindən ibarət qəbula suallar düşə bilər. Bununla bağlı kanalımızda sınaqlar paylaşılır. Həmin sınaqların izahını izləsəz, orada görərsiniz ki, pedaqoji tələblərlə bağlı qəbula nə tipli suallar düşür. Həmin 9 prinsipdən birincisi pedaqoji prosesin tamlığı adlanır. Pedaqoji prosesin tamlığı. Nədir bu tamlıq? Bayaq pedaqoji prosesin nə olduğu haqqında danışdım. Dedim ki, öyrənmə prosesi pedaqoji prosesdir. Müəllimin öyrətmə prosesi, yəni şagirdlə müəllim arasında baş verən öyrənmə prosesi, pedaqoji proses tam şəkildə həyata keçməlidir. Tam şəkildə həyata keçməsi nə deməkdir? Yəni, müəllim dərs keçən zaman dərsini öyrətməli, öyrədici, dərs, təlim öyrədici, tərbiyə edici və inkişaf etdirici olmalıdır. İnkişaf etdirici. Tamlıq bu deməkdir. Pedaqoji proses, öyrənmə prosesi tam olması üçün dərs öyrədici olmalıdır, tərbiyə edici və inkişaf etdirici olmalıdır. Məsələn, həyat bilgisi dərsindən mövzu keçirik şagirdlərə ki, hansı hərəkət zamanı, nəqliyyatda hansı işarələrdən, hansı simvollardan istifadə olunur? Yol hərəkəti qaydaları mövzusunu keçirik və şagirdlərə başa salırıq ki, qırmızı işıq olanda svetoforda, işıqforda dayanmaq lazımdır. Yaşıl işıq olanda hərəkət etmək lazımdır. Stop işarəsi yazılan yerdə dayanmaq lazımdır və s. Bu kimi işarələri şagirdlərə öyrədirik. Bu bizim dərsimizin öyrədici hissəsidir. Biz bunu şagirdlərə tək mənimsətməklə, əzbərlətməklə dərsimizi öyrədirik. Tərbiyə edici nədir? Mən bunları şagirdə öyrətdim həyat bilgisi dərsində. Şagird çıxır çölə və həmin öyrəndiklərini həyata tətbiq edir. Məsələn, dərsdə öyrənib ki, qırmızı işıqda dayanmaq lazımdır. Şagird görür qırmızı işıqda, işıqforda dayanır, yaşıl işıqda hərəkət edir və s. Bu öyrəndiklərini həyatda tətbiq edir. Əgər bir şagird öyrəndiyinin mahiyyətini dərk edibsə və bu dərk etdiyini həyatda və digər işlərdə tətbiq edə bilirsə, deməli dərsin tərbiyə edici hissəsi də şagirddə formalaşır. Tərbiyə deyiləndə bu əxlaqi tərbiyə deyil. Ağlımıza əxlaqi tərbiyə gəlməsin. Məsələn, böyüklərə hörmət, kiçiklərə qayğı, insanlara nəzakətli davranmaq. Bu tərbiyə o tərbiyə deyil. Buradakı yazılan tərbiyə sözü nədir? Keçilən, öyrədilən mövzunun mahiyyətinin şagird tərəfindən mənimsənilməsidir. Burada mötərizədə yazıram. Mahiyyət. Bəs inkişaf nədir? Bir şagird dərsi öyrəndi. Dərsin mahiyyətini dərk etdi və bunu real həyatda və ya da ki, başqa bir işdə, fəaliyyət zamanı tətbiq etməyi bacardısa, artıq o şagird nə edir?
inkişaf etmiş olur. Yəni bizim mövzumuz, öyrətdiyimiz mövzu, mahiyyətini anladığı mövzu şagirdi inkişaf edir. Tamlıq budur. Bu üç xüsusiyyətdən, funksiyadan biri olmayanda tamlıq pozulmuş olur. Çox vaxt bununla bağlı situasiya sualları belə olur. Deyir ki, müəllim dərsin məzmununu şagirdlərə mənimsətdi. Amma şagirdlər dərsin mahiyyətini başa düşmədilər. Fikir verdiniz. Birini öyrədib, birini öyrətməyib. Müəllim dərsini natamam keçib. Tamlıqla bağlı olan situasiya suallarının əksəriyyəti bu formada olur. Müəllim birini keçib, digərini keçməyib. Situasiyaya baxan kimi ilk görün. Söhbət cümlələr bu formada qurulubmu? Birini keçib, birini keçməyib. Natamamlıq hiss olunurmu müəllimin işində? Bu tamlığın pozulmasıdır. Açar sözləri qeyd edim sizin üçün. Orada xüsusi açar sözlər var. Amma, ancaq, lakin ya da halbuki. Bu tipli açar sözləri çox görəcəksiniz pedaqoji prosesin tamlığı ilə bağlı situasiya suallarında. Deyir ki, müəllim mövzunu keçib, amma mövzunun mahiyyətini şagirdlərə mənimsətməyib. Burada qeyd etdiyim qarşılaşdırma bağlayıcılarından istifadə olunur situasiya suallarında. Elə sual ola bilər ki, orada heç o ammanı, ancaq, lakini siz görməyəsiniz. Elə bir söz orada olmasın. Mahiyyətə diqqət yetirin. Mahiyyətdə bir inkarlıq varsa, doğru cavab nədir? Pedaqoji prosesin tamlığıdır. Birini öyrədib, birini öyrətməyibsə tamlıq pozulmuş hesab olunur. Pedaqoji prosesin tamlığının bir xüsusiyyəti də dərsin məqsədinə şagirdlərin çatmamasıdır. Məqsədin reallaşmaması. Məqsəd reallaşmalıdır. Nədir məqsəd? Hər bir dərsin, keçilən hər bir dərsin təlim nəticəsi, təlim məqsədi var. Məsələn, mən bu dəqiqə sizlə nəsə bir iş görürük, bir pedaqoji fəaliyyətlə məşğul oluruq. Bu işimizin bir nəticəsi var. Biz sonda pedaqoji tələbləri öyrənmiş olacağıq. Hər bir dərsin təlim nəticəsi var. Bu ayrı bir mövzudur. Bununla bağlı da yeni bir izah YouTube kanalımıza yüklənəcək. Gözləmədə qalın. Təlim nəticəsi var hər bir dərsin. Müəllimin də 45 dəqiqəlik işi odur ki, şagirdləri bu 45 dəqiqə ərzində həmin dərsin təlim nəticəsini aparıb çıxarsın. Bunun üçün gündəlik planı var, fəaliyyətləri orada qeyd olunub, icra edərək aparıb şagirdləri həmin nəticəyə çatmalıdır. Əgər bir 45 dəqiqəlik dərsin sonunda dərsin məqsədi reallaşmırsa, müəllim öz şagirdlərini dərsin təlim nəticəsini aparıb çatdıra bilmirsə, pedaqoji prosesin tamlığı prinsipi pozulmuş olur. Bunu da yadda saxlayın. Məqsəd reallaşmayanda, dərsin təlim nəticəsinə gedib çatmayanda pedaqoji prosesin tamlığı pozulmuş olur. Tamlıqla bağlı bu dediklərim kifayət edir. Keçid edək ikinci prinsipimizə. İkinci prinsipimiz adlanacaq şəxsiyyət yönümlülük. Şəxsiyyət yönümlülük. Şəxsiyyət yönümlülük prinsipi nədir? Bayaq qeyd etdiyim kimi, birinci ada diqqət yetirin. Ad nədir? Şəxsiyyət yönümlülük. Yəni, müəllim təlimini elə qurmalıdır ki, təlim şəxsiyyət yönümlü olsun, şəxsiyyət yetişdirmək yönümlündə olsun. Biz şagirdləri məlumatları əzbərləyən robotlar kimi yox, şəxsiyyət kimi yetişdirməliyik. Həmin şəxsiyyəti yetişdirmək üçün nə etməliyik? Bayaq tamlıqdan danışanı dedik, tamlıq olması üçün inkişaf olmalıdır, tərbiyə olmalıdır, öyrətmək olmalıdır. Bəs şəxsiyyətin yetişməsi üçün nə olmalıdır? Şəxsiyyətin yetişməsi üçün olmalıdır 1. İdraki bacarıq. İkincisi, ünsiyyət bacarıqları. Və üçüncüsü, psixomotor bacarıq. Bu üç bacarıq olmalıdır və bu üç bacarığı müəllim şagirddə inkişaf etdirərək milli və bəşəri dəyərlər formalaşdırmalıdır. Milli və bəşəri dəyərlər. Tərif necə oldu? Bir müəllim şəxsiyyət yönümlülük prinsipinə o zaman riayət etmiş olur ki, şagirddə idraki, ünsiyyət, psixomotor bacarıqları inkişaf elətdirsin, milli və bəşəri dəyərlər formalaşdırsın. Qayda budur. Nədir idraki bacarıq? İdraki bacarığı biz idraki taksonomiyada öyrənirik. Ünsiyyət bacarıqlarını emosional taksonomiyada öyrənirik. Psixomotor bacarıqları psixomotor taksonomiyada öyrənirik. Bu
bacarıqlardır. Deyir ki, məzmun standartı 2 hissədən ibarətdir, bilik və fəaliyyətdən. Biliyin növləri 4 dənədir, fəaliyyətin növləri 3 dənədir. İdraki fəaliyyət, ünsiyyət fəaliyyəti, psixomotor fəaliyyət və ya psixomotor bacarıq, idraki bacarıq, emosional bacarıq. Həmin bacarıqları bildik. Bu bacarıqları, bu fəaliyyətləri daha mükəmməl öyrənmək üçün yenə də YouTube kanalımıza diqqət yetirsəz, hər üçünün izahı YouTube kanalımızda var. İdraki taksonomiyanın da, ünsiyyətin də, yəni emosionalın da, psixomotor taksonomiyanın da izahı YouTube kanalımızda var. Orada daha yaxşı bu bacarıqları öyrənə bilərsiniz. Deyir ki, bu üç bacarığı müəllim şagirddə inkişaf elətdirməsə, şəxsiyyət yetişməz. O üçündən biri olmasa, şəxsiyyət yönümlülük prinsipi pozular. Və bunların nəzdində milli bəşəri dəyərlər də formalaşdırmaq lazımdır. Dəyərlər nələrdir? Məsələn, Azərbaycançılıq ruhunda şagirdləri tərbiyə etmək, vətənpərvərlik hissini şagirdlərə aşılamaq, öz elinə, obasına, vətəninə sevgi şagirddə formalaşdırmaq, dövlət dininə və dövlət rəmzlərinə hörmət ruhunda şagirdləri tərbiyə etmək, hətta şagirdlərdə dəyərlərlə bağlı səriştələr formalaşdırmaq, milli kimliyin dərki səriştəsi formalaşdırmaq, milli müxtəlifliyə hörmət, vətəndaş mövqeyi və digər bu kimi lazımi dəyərləri şagirdlərdə formalaşdırmaq lazımdır. Məsələn, 20 yanvar, qanlı yanvar bizim qanlı yaddaşımızdır. Tariximizdə yer alan ən mühüm hadisələrdən, ən faciəvi hadisələrdən biridir. Bunun mahiyyətini şagirdlərə aşılamaq və onun nəzdində şagirdlərə vətənpərvərlik, suverenlik dəyərlərini formalaşdırmaq şagirdləri şəxsiyyət kimi yetişdirmək deməkdir. Qısacası, müəllim həm bacarıq formalaşdırır, həm də dəyər formalaşdırır. Bu zaman biz şəxsiyyət yetişdirmiş oluruq. Şəxsiyyət yönümlülük bundan ibarətdir. Situasiya sualları da çox zaman belə olur. Məsələn, deyir ki, müəllim şagirdlərə hər hansı bir mövzu keçdi və o mövzudakı lazımi hissləri, dəyərləri, milli kimliyinin nə olduğunu şagirdlərə aşılamadı və ya tərbiyəvi hissəsin, bayaq dedik ki, tamlıqdakı tərbiyə. Burada da bir tərbiyəvi hissə vardı, dəyərlər. Bu da elə tərbiyəvi hissə ilə üst-üstə düşür. Sadəcə bununla bağlı situasiya suallarında dəyərlər sözü çox vaxt işlənir. Yəni, testi həll edənlər, testi işləyənlər çaşmasın deyə və ikitirəli yaranmasın deyənə çox zaman testdə dəyərlər sözü işlənilir. Məsələn, deyir ki, müəllim dərsini keçdi, məsələn, Xocalı faciəsi dərsini keçdi, amma onunla bağlı dəyərləri şagirddə formalaşdırmadı. Dəyərlər sözünü görən kimi ilk ağlımıza gələn cavab şəxsiyyət yönümlülük olsun. Fikrim aydındırmı? Bir keçilən mövzunun tərbiyəvi hissəsi, mahiyyətini şagird üçün açmaq, bir də var dəyər formalaşdırmaq. Dəyər şəxsiyyət yönümlülükdür. Bunlar yadda qalar. Bir şey də yadda saxlayın. Pedaqoji tələblər, 9 dənə prinsip tələb dedik, hamısı bir-biri ilə əlaqəlidir. Yad deyirlər. Ona görə qəbula sual düşəndə oxşar variantlar heç vaxt olmur. Məsələn, elə sual ola bilər ki, orada cavab həm şəxsiyyət yönümlülük olsun, həm tamlıq olsun. Yəni, belə cavabın verilməsi doğrudur. Çox zaman testlərdə bu iki prinsipdən biri salınır. İndi növbəti izahlarda da onları mən sizin üçün qeyd edəcəm. Bu ikinci prinsipimiz oldu. Üçüncü prinsipimiz bərabər imkanlar olsun. Bərabər imkanlardan danışaq. Təhsildə bərabər imkanların yaradılması. Təhsildə bərabər imkanlar. Yenə də ada diqqət yetiririk. Nə var burada? Bərabər. Deyir ki, müəllim şagirdlər üçün istər infrastruktur sarıdan, istər zehni qabiliyyətlər sarıdan bərabər imkan, eyni təlim şəraiti yaratmalıdır. Birincisi, infrastruktur sarıdan, infrastruktur. Şagirdlər üçün eyni təlim şəraiti yaratmalı. Təlim şəraiti. Nədir eyni təlim şəraiti, infrastruktur? Məsələn, bu marker bizim dərs dediyimiz sinif otağında var. Bu markerdən bir şagirdin istifadə etməsinə icazə veririk, digər şagirdlərin istifadə etməsinə icazə vermirik. Nə olur burada? Şagirdlər mövcud infrastrukturdan, maddi-texniki bazadan, avadanlıqdan eyni dərəcədə istifadə edə bilmir. Biz şagirdlər üçün eyni təlim şəraiti qurmalıyıq. Bu lövhə hamının da sinif otağında. Bu marker hamının da sinif otağında. Təbii ki, markeri oynamaq üçün yox, yazı yazmaq üçün hamı istifadə edə bilər. Və ya sinifdəki şagirdlərin dərsliklərlə təmin olunması hamı üçün eyni səviyyədə aparılmalıdır.
Ona görə deyirik ki, infrastruktur, qısacası avadanlıqla təminat hamı üçün eyni səviyyədə olmalıdır. Birinə daha çox önəm verib digərini kölgədə qoymaq, bərabərliyi pozmaq deməkdir. İkinci məsələ şagirdlərin potensialı məsələsidir. Potensialı, istedadı, bir də marağı yaza bilərik bura. Marağı. Hər şagirdin fərqli potensialı var, fərqli yöndə istedadı var, fərqli yöndə marağı var. Biz ümumən sinifdəki bu fərqliliyi nəzərə alıb təlimi tənzimləməliyik. Sinifdə bu fərqliliyi nəzərə almaq üçün şagirdlərin hər birini öyrənməliyik. Yəni bir diaqnostik qiymətləndirmə aparmaqla öz şagirdlərimizi kəşf etməliyik. Tədqiqat apararaq şagirdlərin hansı bilik və bacarıqlara sahib olduğunu müəyyən etməliyik. Bunu müəyyən etdikdən sonra, yəni şagirdimizin potensialı nədir? Öyrənmə ilə bağlı maraqları nədir? İstedadı nədir? Bunu müəyyən etdikdən sonra biz təlimdə tənzimləmələr apara bilərik. Məsələn, qruplarla iş formasını sinifdə tətbiq edirik, şagirdləri qruplara bölməliyik. Biz bilirik ki, sinifdə öyrənməsinə, qavramasına görə və ya biliyinə görə hansı şagirdlər daha yaxşıdır, hansı şagirdlər daha passivdir, hansıların bilik səviyyəsi nisbətən aşağı, hansının yuxarıdır. Yəni, şagirdlərimizlə tanışıq. Şagirdlərin bölgüsünü aparanda, məsələn, bir zəif, bir güclü seçirik. Cütlərlə işdə, qruplarla işdə elə edirik ki, bir qrupda həm zəif bilənlər də olsun, güclü bilənlər də olsun. Yəni, zəif də güclüdən nəsə öyrənsin. Biz əgər bunu etməsək, yəni diaqnostik qiymətləndirmə aparmasaq, sinifimizi tədqiqat nəticəsində öyrənməsək, nə edəcəyik? Güclüləri birləşdirəcəyik bir qrupa, zəifləri birləşdirəcəyik bir qrupa. Nə oldu burada? Bərabərsizlik. Sinifdəki bərabərliyi düzgün aparmaq üçün bunları nəzərə alıb təlimi tənzimləmək lazımdır. Tutalım ki, summativ keçiririk. Summativ keçirən zaman biz sinifdəki şagird müxtəlifliyinə uyğun, şagird səviyyəsinə uyğun tapşırıqlar hazırlamalıyıq. Bilirik ki, tapşırıqlar 4 səviyyədə hazırlanır. Birinci səviyyə 20%, məsələn, 100 balın 20 balı birinci səviyyəyə aid olur. 30 balı ikinci səviyyəyə, üçüncü səviyyəyə aiddir, yəni də 30 bal və ya 30%, dördüncü səviyyəyə aiddir 20% və ya 20 bal. Nə deməkdir bu? Tapşırıq hazırlayan zaman birinci səviyyə nisbətən sadə suallar olur. İkinci səviyyə nisbətən orta səviyyəli suallar olur. Üçüncü səviyyə nisbətən çətin və dördüncü səviyyə daha çətin tapşırıqlardan ibarət olur. Qısacası biz 10 dənə tapşırıq hazırlamışıqsa, 10 dənə tapşırığın 4-ü birinci səviyyə, 3 dənəsi ikinci səviyyə, 2 dənəsi nisbətən çətin və 1 dənəsi daha çətin olmalıdır. Çünki sinifdə zəif bilən də var, yaxşı bilən də var. Biz əgər hamısını çətin salsaq, yalnız yaxşı oxuyanlar cavablayacaq, o birlər qalacaq kölgədə. Burada təlim tənzimlənmədi. Və ya hamısını asan salsaq, biz sinifdəki fərqliliyi, şagirdin potensialını və istedadını reallaşdıra bilmərik. Nəticədə inkişaf da olmaz. Ona görə deyirik ki, bərabər imkanların yaradılması üçün infrastruktur, yəni eyni təlim şəraiti yaradılmalı. Plusdakı sinifdəki şagird fərqliliyi, marağı, istedadı, potensialı nəzərə alıb təlim tənzimlənməlidir. Bu da bərabər imkanların yaradılması prinsipi. Və keçid edək dördüncü prinsipə. Dördüncü prinsip şagird yönümlülük. Şagird yönümlülük prinsipi nədir? Bir müəllimin şagirdin, yəni təhsil alanın tələbatlarını nəzərə alması, onun mənafeyinin ödənilməsinə xidmət etməsi, istedadının reallaşması, şəxsiyyətinin formalaşmasına yönəlmiş təlimin qurulmasıdır şagird yönümlülük. Gəlin bu dediklərimi biraz kateqoriyalara ayıraq, biraz işimiz rahat olsun. Şagirdin mənafeyinin müdafiəsi. Mənafeyinin müdafiəsi. İkincisi, təhsil alanın tələbatının ödənilməsi. Tələbatının ödənilməsi. Üçüncüsü, istedadın reallaşması. İstedadının reallaşması və üçüncüsü, şəxsiyyətinin formalaşması. Nə deməkdir bunlar? Biz şagird yönümlülük prinsipinə
nə zaman əməl edirik? Şagird mənafeyini müdafiə edəndə. Şagirdin mənafeyi nədir? Söhbət burada öyrənmə ilə bağlı olan mənafeyə gedir. Bir şagirdin hər hansı qanuna zidd hərəkət etdiyi və ya tələb etdiyi məsələ onun mənafeyi hesab olunmur. Öyrənmə ilə bağlı şagirdin mənafeyi müdafiə olunmalıdır. Yəni şagird maraqları, şagirdin istedadı, şagirdin potensialı həmişə ön planda dayanmalıdır. Təlim müəllim mərkəzli, avtoritar üslubda yox, şagird mərkəzli, demokratik üslubda qurulmalıdır. Bir müəllim daima öz şagirdini nəzərə almalıdır. Şagirdinin nə istədiyini nəzərə alıb təlimi ona uyğun qurmalıdır. Yəni mənim mənafeyim, mənim istəklərim, mənafə deyəndə bu nəzərdə tutulur. Orada mənim mövqeyim, mənim mənafeyim nədir? Bu marker mənim olsun. Bu mənim mənafeyimdir. Məsəl üçün deyirəm, şagirdin mənafeyi nədir? Şagird istəyir ki, dərsdə ona lazım olan biliklər öyrədilsin. Dərs onu inkişaf etdirsin. Mənafə qorunmalıdır. Tələbatı ödənilməlidir. Dərs tələbatından söhbət gedir burada. Öyrənmə tələbatından söhbət gedir. Mən bir şagirdəm, mənim beynimdə suallar formalaşır mövzu ilə bağlı. Mən istəyirəm ki, bu tələbatım ödənilsin. Müəllim də avtomatik olaraq bu tələbatı görməli və ödəməlidir. Yəni də deyirəm, söhbət öyrənmə ilə bağlı tələbatdan gedir. İstedadın reallaşması. Mənim istedadım rəsm çəkməkdir. Mən qəşəng rəsm çəkirəm və ya mən qəşəng nəğmə oxuyuram ya da ki, mən qəşəng güclü riyazi biliklərim var. Yəni bu istedadım var. İstedad bilirsiniz ki, biraz genetik məsələlərə dayanır. Mənim bu istedadım var. Müəllim mənim bu istedadımı görməli və mənim bu istedadımı nə etməlidir? İnkişaf etdirməlidir. Bu zaman şagird yönümlülük prinsipi ödənilmiş olur. Yox, o istedadı görməzdən gəlmək və istədiyimiz kimi dərsi keçmək şagirdi inkişaf etdirmir. Şəxsiyyətin formalaşması. Deyəcəksiniz, necə oldu ki, bayaq danışanda da dediniz ki, şəxsiyyəti formalaşdırmaq şəxsiyyət yönümlülükdür. İndi burada deyirsiniz ki, şəxsiyyətin formalaşması şagird yönümlülükdür. Bir cümləmi unutmayın və bu cümləni daima yadınızda saxlayın. Bu 9 tələb, 9 pedaqoji prinsip bir-biri ilə sıx əlaqəlidir və 9-unun fərqli funksiyaları olmasına baxmayaraq tək qayəsi var, şagirdi dövrün tələbatına uyğun bir şəxsiyyət kimi yetişdirmək. Düzgün bilik bacarıq aşılamaq, dəyərlər aşılamaq və şagirdi qısacası şəxsiyyət kimi yetişdirməkdir. Burada deyirik ki, təlim şəxsiyyətin formalaşmasına yönəlməlidir. Yönəlməli. Niyə görə bunu deyirik? Çünki biz bunları nəzərə alaraq həmin şagirdi inkişaf etdirmiş oluruq. Dedim ki, mənim qəşəng rəsm çəkmə bacarığım var. Mənim bu bacarığım inkişaf etdirilsə, əlbəttə ki, mən gələcəkdə bir şəxsiyyət kimi, bir rəssam kimi cəmiyyətdə özümü təqdim edə biləcəm, özümü ifadə edə biləcəm. Ona görə deyirik ki, bu cümləni yadda saxlamaq lazımdır. Cümlə deyəndə bu ifadəni. Şəxsiyyətin formalaşmasına yönəlməli. Belə bir cümlə testlərdə rastınıza çıxsa, Təlimi müəllim elə qurmalıdır ki, şəxsiyyətin formalaşmasına yönəlsin. Bu cümləni, bu sözü harada gördünüz, bu ifadəni, bunu tez şagird yönümlülüyə aid edin. Qalan hamısı da şagird yönümlülüyə aiddir. Bir məsələ var, şagird yönümlülüklə bərabər imkanları əksəriyyət qarışdırır. Çünki bayaq mən bərabər imkanları yazanda, orada da istedad sözünü, maraq, tələbat sözlərini yazmışdım. Deyirlər ki, biz necə ayıraq ki, bu situasiya şagird yönümlülüyə aiddir, yoxsa bərabər imkanlara? İstedad, potensial, şagird marağı nəzərə alınıb təlim tənzimlənirsə bərabər imkanlardır. Fikrimi tam anladınız? Tənzimlənmə söhbəti varsa sonda bu zaman nə olur? Bərabər imkanlar. Bir də var, məhz şagirdin marağını, istedadını nəzərə alıb təlimi qurmaq. Məsələn, şagirdlərin qəşəng rəsm çəkmə bacarığı var. Biz dərsimizi elə qururuq ki, şagirdlər orada dərs öyrəndiklərini rəsm üzərindən, yəni tətbiq edərək qrafiklər üzərindən daha yaxşı öyrənsinlər. Yəni tapşırığımız şagirdin rəsm qabiliyyətini inkişaf etdirir. Həm bu şagird yönümlülükdür. Və ya şagirdlərin marağı var ki, dərs zamanı hərəkətdə olsunlar, fiziki cəhətdən aktiv olsunlar. Biz şagirdlərin bu marağını nəzərə alıb dərsi oyun şəklində qururuqsa, bu zaman bu olur şagird yönümlülük. Yəni şagirdin marağı alıb təlim tənzimlənirsə bərabər imkanlardır. Sadəcə maraq nəzərə alınıb dərs qurulursa şagird yönümlülük. Bayaq qeyd etdim ki, suallar hazırlananda, summativ sualları hazırlananda sinifdəki şagird müxtəlifliyi nəzərə alınır. Yəni fərqliyi nəzərə alıb tənzimləmə aparırıq və bölgü aparırıq ki, mənim hazırlayacağım 15-20 sualın bölgüsü bu formada olacaq. Bu qədər alsam, bu qədər çatır. Nə etdim? Mən tənzimlədim. Amma bir də var, sinifdəki şagirdlər əylənərək öyrənmək istəyirlər. Biz bu
tələbatı nəzərə alıb, şagird tələbatını nəzərə alıb dərsi elə qururuq. Bu sadəcə şagird yönümlülükdür. Çünki mən burada heç nə tənzimləmədim. Sadəcə şagirdin təlim ehtiyacını ödədim. Fikrim yəqin ki, sizə aydındır. Situasiya sualları işləyəndə bunları rahatlıqla seçə biləcəksiniz. Bir şey də qeyd edim ki, pedaqoji tələblərlə bağlı qəbula çətin sual düşmür. Bəzi müəlliflərin hazırladığı çətin suallara aldanmayın. Qəbula məzun illərlə MİQ imtahanında iştirak edirəm. Oradakı sualları görürəm, götürürəm və bunları öz sınaqlarımızda tərtib edib sizlərin istifadəsinə verirəm. Sınaqlara baxsaq, orada görərsiniz ki, sınaqlarda, yəni qəbulda nə tipli pedaqoji tələb sualları düşür. Bu dərsdə hələ ki 4 pedaqoji tələbdən danışdıq. Qaldı 5 dənə pedaqoji tələbimiz. Nə qədər aktiv olsanız videonun aşağısında şərhlərinizi yazsaz, like eləsəz, paylaşsaz, növbəti izah tez bir zamanda gələcək. Yox, siz passiv olsanız, mən də passiv olacağam və növbəti izah gecikəcək. Ümidvaram ki, çox aktiv olacaqsınız. Fikirlərinizi qeyd etməyi unutmayın. Hər bir fikri mən oxuyuram. Hər bir fikir bizim üçün dəyərlidir. Siz nə qədər dəstək olsanız, biz onun 10 qatı qədər sizə çox dəstək olacağıq. Gələn görüşlərə dək sağ olun, sağlıqlı qalın.